Qarışıq ədədləri toplayın və cavabı qarışıq ədədlə ifadə edin. Bizim 3 dənə qarışıq ədədimiz var. 3 tam 12 də 1, üstəgəl 11 tam 5 də 2, üstəgəl 4 tam 15 də 3. Tam açıqlasaq, deyə bilərik ki, 3 üstəgəl 12 də 1. Gəlin bunu aşağıda yazım. Tam açıqlayaq. 3 üstəgəl 12 də 1, üstəgəl 11, üstəgəl 5 də 2, üstəgəl 4, üstəgəl 15 də 3. Özümüzü çaşdırmayaq deyə ilk öncə tam olan hissələri toplayaq. Tam hissələri göy rəngli karandaşla dairəyə götürürəm. 3, 11 və 4. Aşağıda 1 də yazıram. 3 üstəgəl 11, üstəgəl 4. Sonra isə kəsir hissələrini toplayaq. Burada kəsir hissələrimiz qırmızı karandaşla dairəyə götürürəm. 12 də 1, üstəgəl 5 də 2, üstəgəl 15 də 3. Tam hissələri toplayaq. 3 üstəgəl 11 bərabərdir 14, üstəgəl 4 bərabərdir 18. Kəsir hissəmiz biraz çətin olacaq. Ona görə ki, məxrəcləri tam olaraq fərqlidir. Biz kiçik ortaq bir məxrəc tapmalıyıq. Bu biraz çətin məsələdir. Çünki bizi 3 dənə toplananımız var. Kəsirləri ən kiçik ortaq məxrəcə gətirmək üçün onların məxrəclərinin əkobu tapılır, sonra hər kəsrin tamamlayıcı vuruğu tapılır. Bunun üçün ən kiçik ortaq bölünən kəsirlərin məxrəclərinə bölünür və kəsirlərin surəti uyğun tamamlayıcı vuruqlarla vurulur. Öncə gəlin bu 3 məxrəci ən kiçik ortaq bölünəni tapaq. Bunun üçün bu ədədləri sadə vuruqlara ayıraq. 12 böl 2 bərabərdir 6, sonra 6 böl 2 bərabərdir 3. 12 bölünənlər çoxluğu 2, 2 və 3-dür. 5 ədədinə keçək. Bu çox maraqlıdır. Ona görə ki, 5 ancaq 5-ə bölünür və cavab 1 alınır. Deməli, 5-in bölünənlər çoxluğuna ancaq 5 özüdür. İndi sonuncu ədəd 15. Gəlin burada 5-in bu 5-ə bölünməyini pozum. Ona görə ki, 5 hələ 5-ə bölünür. İndi 15 bölünür 3, alındı 5. Bu ədədin ikisi də bölünəndir. İndi birinci ədədi götürək. 2 vur 2 vur 3 və ikinci ədədin ayrılışına, birincinin ayrılışına çatmayan vuruqları tamamlayaq. Yəni vur 5, sonra üçüncü ədədin ayrılışına yenə hasildə çatmayan vuruqlarla tamamlayaq. Bu hasildə 3 var, 5 də var. Ona görə onların artıq əlavə etmirik. İndi 2 vur 2, 4, 4 vur 3, 12, 12 vur 5 bərabərdir 60. 18 üstəgəl 60 da nəsə 3 dəfə. 12-ni 5-ə vururuq, 60 alındı. Deməli, 1-i də 5-ə vurmalıyıq. 5-i 12-yə vururuq, 2-ni də 12-yə vurub 24 alırıq. 15-i 4-ə vururuq deyə 3-ü də 4-ə vurub 12 alırıq. Artıq məxrəclər eynidir və toplamaya hazırıq. 18 üstəgəl kəsir xətt, məxrəci 60, surətdə isə üstəgəl 24, 5 üstəgəl 24 bərabərdir 29, sonra da 29 üstəgəl 12 bərabərdir 41. Əfsuslar olsun ki, 41-i və 60-ı ixtisar eləyə bilmirik. Həm də bu düzgün kəsirdir. Deməli, cavab 18 tam 60-dır 41.